Всем доброе утро, хорошего dня, хорошей недели. Biz son zamanlar sizinlə gələcək zaman və gələcək planları haqqında çox danışırıq. Gəlin indi biraz praktika edək və bu gün üçün olan planlarımız haqqında danışaq. Hansı sözlər sizə burada lazım olacaq? Misal üçün, поеду və yaxud paydu gedəcəm deməkdir. Я поеду на работу, я пойду в университет, например, и так далее. Я буду работать, я budu учиться və bura sizə lazım olan feili ümumiyyətcə qoya bilərsiniz. Я budu ifadəsindən sonra ki, sizə gələcək zamanı versin. Я буду готовить сегодня, я буду убираться сегодня. Evdar xanımlarımız üçün lazım olan ifadələr. Siz öz planlarınız haqqında şərhdə ətraflı şəkildə rusca yazmağa çalışın. Səhv etməkdən qorxmayın. Səhvləriniz olarsa mən sizin üçün onları cavab formasında düzəldəcəm və izah edəcəm.